Bəli, zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla yanaşı artıq çəkiyə və piylənməyə gətirib çıxarır. Demək istəyirsən ki, mən artıq çəkliyəm. Verilmiş suggestiya hansı məntiq xətasına uyğun? Elə müəllimə, bu da elə boş adam xətası. Boş adam məntiq xətasıdır, bəli. Bugün sizin qismətinizə boş adam məntiq xətası çıxdı. Təşəkkürlər Yasəmən müəllimə. Səsləri dinləyirsinizmi müəllimə? Bəli, müəllimə. Qəşəng. Əla. Sonra növbətim Arzu müəllimə oxumaq istəyirsiniz əzizim? Müəllimə oxuyaram, amma yaxşı bilmirəm, amma özümü sınamaq istəyərdim. Mütləq. Hansı nömrə gəlir? Risk eləyin. Müəllimə, sizin qarşınıza baxın da, görün orada hansı çıxır. 33-dən sonra, 34-dən sonra 39 atmışam. 39. Hə. Hə. Bu birinci hökm o. Aha, oxuyun, qəşəng sualdır, bax o. Bilənə yaxşı bilmir. Bir hökm kvadrat bütün tərəfləri bərabər olan dördbucaqlıdır. İkinci hökm düzbucaqlı qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Nəticə, deməli heç də bütün dördbucaqlıların tərəfləri bərabər deyil. Verilmiş mühakimə hansı düşüncəyə əsaslanır? Analoji, konvergent düşüncə, deduktiv düşüncə, divergent. Müəllimə, bunlar biraz mənə uzaq gəldi, qoyun bir fikirləşim. Müəllimə, bir dənə sizə ipucu verim. Burada düşünmə formalarıdır. İnduktiv, deduktiv, o hökmlər olanda induktiv, deduktivi soruşur. Hökmlər. Hökmlər olanda burada C variantı var. Deduktiv olmalıdır burada. Aha, deduktiv düşünürsünüz. Sualdır müəllimə. 39-dur İlker müəllimə. Çünki burada nəyə görə dedim? İnduktiv indi dediniz ki olanda, indi başa saldınız da. Yəni ki... İnduktiv olanda dedim xüsusi. Xüsusi olaraq birinin adını çəkirəm. İndi gör burada birinci cümlədə nə var? Onda deduktiv düşüncə olmalıdır da. Axı birinci cümlədə qaydamız yoxdur müəllimə. Bax, birinci cümlədə görsəm mən kvadratın adını çəkmişəm, nümunə göstərirəm. Kvadrat. Sonra düzbucaqlı. Sonra nəticəyə gəlirəm ki... Nümunəni deyirik, sonra qaydanı tətbiq edirik. Nümunələri dedim. Bax, dedim, kvadrat haqqında danışdım. İkinci nümunə düzbucaqlı haqqında danışdım. Üçüncü nəticəyə gəldim ki, heç bir dördbucaqlıların tərəfi bərabər deyil. Bu olacaq induktiv. Bəli, induktiv. Bəli, Arzu müəllimə. İnduktiv düşünmə olacaq. Çünki, bax müəllimə, birinci cümlədə də, ikinci cümlədə əvvəl nümunə göstərir. Əvvəl nümunə deyirəm. Sonra qaydanı deyirəm. Nümunə varsa xüsusi olaraq birinin adını. Bax, indi gəlin belə bir şey eləyək. Bu situasiyanı dəyişirəm. Dəyişirəm. Hamı diqqətlə qulaq assın. Deməli, birinci cümlədə deyirəm. Heç də bütün dördbucaqlıların tərəfləri bərabər olmur. İndi sonra o birini deyirəm. Deməli, kvadrat da bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Düzbucaqlı da yalnız qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Bax, situasiyanı dəyişdim. Birinci neynədim? Qaydanı dedim. Dedim, heç də bütün dördbucaqlılar bərabər olmur. Dördbucaqlı kvadrat bərabərdir bütün tərəfləri, amma düzbucaqlının yalnız qarşı tərəfləri bərabərdir. Sonra nümunələri göstərdim. Birinci qaydanı dedim, sonra ona uyğun nümunələr göstərdim Arzu müəllimə. Bu oldu deduktiv. Amma nümunəni deyib, qayda deyirəm, sonra deyirəmsə, bu induktiv olur. İndi o bir situasiyalarda da buna uyğun bir neçəsini atmışam. Onların hamısında sizə bu cür situasiyaları tərsinə, düzünə vurğulayıb çatdıracam, başa düşəcəksiniz. Çox sağ olun müəllimə. Sağ olun. Müəllimə, burada üzürlü sayası heç nə yoxdur. Öyrənmək üçün yığışmışıq bura. Sizə bunu dəfələrlə demişəm.
Heç də bilmədiyiniz bir şey görürsünüzsə, sizə çətin, yəni uğursuzluq heç nəyin sonu demək deyil. Bəs mən sizə öyrədirəm ki, bax şu ay müəllimlər, siz uşaqlarınıza emosional dəstəkləmə verməlisiniz. Biz onlara deməliyik ki, uşaqlar, bugün sizin üçün çətinlik varsa, bu sizin öyrənməyəcəyiniz anlamına gəlməsin. İndi siz Arzu müəllimə, bugün siz yeni qoşulmusunuz. Məsələn, müəyyən şeylər sizə çətinlik gəlirsə, bu sizin öyrənməyəcəyiniz anlamına gəlmir ki, öyrənəcəksiniz. Belə olanda biz deyirik ki, hələ ki bacarmıram, amma bunu bacaracam. Bir müdavimim var, Fərdi hazırlayıram, tarix müəllimidir. Bilmirəm, qoşulub bura. Deyir ki, onun qızı mənim müdavimim olub, bəyənib deyə anasını da qoşub bizə. Deyir ki, qızı o gün mənə deyir ki, deyir müəllimə, həqiqətən də çox gec götürən bir müəllimdir də. Kurikulumu tamamilə deyir müəllimə, kurikulum mənə yaddır. Kurikulum heç beynimə girmir. Mənə çox çətindir, çox çətin. İndi o gün qızı deyir ki, səs atıb mənə. Deyir, anam deyir, oturub test işləyir. Deyir, test işlədi, cavabları yoxladı ki, bir dənə, iki dənə səhvi var. İnandırım sizi, deyir, necə qışqırıb sevinir. Deyir, canınız sağ olsun Gülnara müəllimə, canınız sağ olsun. Deyir, görürəm içəridə, deyir, öz-özünə. Deyir, canınız sağ olsun Gülnara müəllimə, sizin sayənizdə, sizin sayənizdə. İndi müəllimə, bax, mən həqiqətən də o cür müəllimə, öz onun 50 plus yaşı var. O müəllimənin 50 plus yaşı var, 50 neçə yaşı var. O öyrənə bilibsə, siz yəni 100%, hamınız öyrənəcəksiniz. Yəni o ilk baxışdan çətinlik sizi qorxutmasın. Yəni uğursuzluq heç nəyin sonu deyil. Ara bir mənim statuslarımı da izləyin. Bir də görürsüz, ora bir motivasiya edici bir fikirlər yazıb qoyuram sizlər üçün. Sizin üçün motivasiya olsun. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Mən də sizə. Əlbəttə öyrənəcəm. Başqa yol yoxdur. Geri dönüş yoxdur. Biz çətinliyin üstünə gedəcəyik. Yəni, mən onu deyəcəksən, əldə edəcəm, mən onu qazanacam. Vəsələm, başqa çıxış yolumuz yoxdur. Ümumiyyətlə, heç bir uğur asan başa gəlmir. Yəni, bir insanın zirvədə oturduğunu, ən böyük uğura sahib olduğunu görürüksə, onun həqiqətən də arxasında o qədər çətinliklər olub ki, o uğura o elə belə imza atmayıbdır. Hər şey elədir. O, hər də, ümumiyyətlə, biz şagirdlərimiz də, şagird bəzən baxırsan ki, işləyir, çətinliklə üzləşir, səhv olur, qadir işləyir, bir də səhv olur, uğursuzluqla məyus olur. Biz niyə deyək ona emosional dəstəkləmə? Bəzən şagird gedir, uğurun bir addımlığında geri dönür. Əşi, bu mənlik deyil deyib geri qayıdır. Olmaz, etməməliyik. Biz nəinki elə o emosional dəstəkləmə ilə hamımıza lazımdır. Mən də maksimum dərəcədə sizə emosional dəstəkləmə verməyə çalışacağam. Belə müəllimlər. Siz də sağ olun Arzu müəllimə. Sonra oxusun Mətanət Həsənova burada. Yeməklərdən və zərərli qida istifadə etməməlisən. Demək istəyirsən ki, mənim qısa olacaq. Bu boş adam xətasıdır da. Bəli, İnsiyə müəllimə, boş adamdır. Doğrudur. İnsiyə müəllimə, 41-i də oxuyun görüm. İnsiyə müəllimə. Şagirdi qrup işində deyilən fikri münasibət bildirən zaman bir-bir onun münasibətdən çıxış edirlər. Hansı məntiqi xətada yol göstərir. Qrup işində deyilən fikri münasibət. Bu şəxsi qərəzlik deyil. Bəli, müəllimə. Şəxsi qərəzlikdir. Və görsən deyir ki, qrup işində deyilən fikrə münasibət bildirən zaman bir-birinə olan deyilən fikir qalıb bir kənarda, şəxsilərinə münasibət bildirirlər. Sən beləsən, sənin fikrin, özün nəsən, fikrin də nə olsun, mən sənin fikrinlə razılar. Məsələn, olur da bir də görsən ki, qrupda və yaxud da ki, sinifdə hansı uşağın bir-birinə konflikti var deyək ki, hansı uşağın bir-birinə xoşu gəlmir. Əgər o elə bir məqam varsa, o gözəl fikir, ağıllı, zəkalı bir fikir söyləsə də, digər şagird onun fikrini qoyub bir kənara özünün şəxsinə münasibət bildirəcək. Yəni, o şəxsi qərəzlik eləyəcək. Düzdür, şəxsi qərəzlik. Doğrudur. Sonra oxusun Aysel Qarayeva. Titrənmənin səviyyəsini azaltmaq üçün müəllim beyin həmləsindən istifadə edərək şagirdlərin təkliflər irəli sürməsini təmin edir. Hansı təfəkkürün inkişafına yardım edir. Bu da yaradıcı olacaq da müəllimə. Yeni yollar axtarırlar.
Ay, sağ ol. təkliflər irəli Bəli, yeni təkliflər, yeni ideyalar. sür. Həm də müəllimlər orada o sualda bir dənə sizə bir məqamı da deyim, qeyd eləyin orada. Bax görürsüz deyir ki, müəllim səviyyəni azaltmaq üçün müəllim beyin həmləsindən istifadə edərək. Beyin həmləsi mən sizə keçəcəm. Yaradıcı təfəkkürü ilə inkişaf etdirən üsullardan biridir. Orada beyin həmləsində bir açar var. Yaradıcı ideyaların bir araya gətirilməsi, bölüşdürülməsi beyin həmləsi iş üsuludur. Şəxsi ifadə tərzi beyin həmləsi iş üsuludur. Onları keçəndə sizə geniş şəkildə deyəcəm. Yəni o üsullar qəşəng üsuldur. Əslində elə həmişə müəllimlərin daha çox istifadə etdiyi beyin həmləsi iş üsulu elə hamının daha çox istifadə etdiyi bir üsuldur. Doğrudur. Təşəkkürlər. Natəvan müəllimə qoşulmadı. Zahra müəllimə əlaqə saxladınız Natəvan Müəllimə müəllimə? gəlmişəm, müəllimə. Prosta mən gec gəlib çatıram evə. Ona görə belə indi qoşuldum. Hə, yaxşı müəllimə. Əslində mən unuduram sizi hər dəfə ki, siz gec gəlirsiniz. Bayaq sizi çağırdım. Bir dəfə çağırdım sizi. Eybi yoxdur. İndi oxuyun müəllimə. Mən oxuyum. Hə, Natəvan müəllimə. Oxuya bilirsiniz? Bəli. Hə, buyurun onda. Mən amma neçəni oxuyum bilmədim. 43 oxuyun canım mənim. 43 oxuyun. Mhm. 43-ü görmürəm müəllim. Onda neçəni görürsüz müəllimə? Oxuyun, 43-ü də görənlər oxuyar. Elə hamısını görürəm. 15-i görürəm. 15 oxuyun, oxunmayıb 15 onsuz da. Sonra 43-ü də Nuranə müəllim oxuyar. Bir dəqiqə. Yarasaların görmə qabiliyyətləri Hə, yox, olmadığı 15, yox, halda 15 oxunubdur. 15 oxunub müəllimə. 15 oxunub.